Qafqaz müharibəsinin ən qanlı səhifələrindən biri. 1852-ci il 19 iyun Saxur millətinə qarşı törədilmiş soyqırım. Lənət olunmuş Çar ordusu İlüsunu yerlə bir etdikdən sonra Dağıstandakı Saxur mahalını da yerlə bir etmiş, gəncləri, kişiləri qətl etmiş və bütün 13 Saxur kəndlərini Alazan Ajnavur çölünə sürgün etmişlər. Bunu Çar hökuməti Saxur millətinin İmam Şamilə və Daniel Sultana dəstək verdiyi üçün törətmişlər. Allah zalimlərə lənət eləsin, ölənlərə rəhmət eləsin. Gün o gün olsun ki, bütün müsəlman ölkələri kafir işğalından kurtulup azad olsun. Amin. Bu videonu hər yerdə paylaşın, Saxurlular tarixi bilsinlər.